Qəlbdə dərin izlər, əbədi ümid və insanlıq dərsləri uzaq min illərin acı şirin xatirələrinin, əcdadların hikmətini və torpağın sədasını özündə cəmləşdirən Azərbaycanın qədim kəndlərindən birində Günəşabad adlı kiçik, lakin ruh dolu bir məkan yerləşirdi. Günəşabadın dardaş küçələri, ətrafdakı sərin çayların şırıltısı, dağların sarsılmaz silueti və qədim ağacların kölgəsi burada yaşayan hər kəsin qəlbində keçmişin vətənpərvər dastanlarını, ailə dəyərlərini və gələcəyə dair sarsılmaz ümidləri oyadırdı. Hər daşda, hər yarpaqda sanki əcdadlarımızın səssiz fısıltısı eşidilirdi. Həyat sevgi ilə, mərhəmətlə və ədalətlə davam edir. Kəndin mərkəzində Ümid məscidi dayanırdı. Məscidin divarlarında illərin tozunu üzərində daşıyan əl yazmaları və qədim naxışlar əcdadlarımızın öyrətdiyi dəyərlərin canlı şahidləri idi. Hər səhər günəşin ilk şüaları məscidin pəncərələrindən içəri süzülərək toplanan insanlara yeni bir ümid, yeni bir işıq bəxş edirdi. Kənd sakinləri nəsillər boyu bu sədaları dinləyib, həyatın acı şirin dərslərini qəlblərində daşıyırdılar. Günəşabadın hörmətli ailələrindən biri olan Məmmədovlar ailəsi, kəndin ən səmimi və dərin ənənələrinin daşıyıcısı idi. Ailənin başçısı Həsən bəy, torpaqla, ənənələrlə və əcdadların qoyduğu dəyərlərlə dolu həyatını övladlarına və bütün kəndə nümunə edirdi. O deyirdi, bizim torpaq yalnız bir yer deyil, o, bizim canımız, həyatımız və gələcəyimizdir. Hər daş, hər yarpaq, hər axan su min illərin hekayəsini, sevginin və mərhəmətin sədasını daşıyır. Bizim vəzifəmiz bu dəyərləri qoruyub saxlamaq və gələcəyə ötürməkdir. Həsən bəyin öyüdləri həm gənc Rafiqin, həm də incə ruhlu Nigarın qəlbində dərindən iz buraxırdı. Rafiq tarlalarda günəşin isti şüaları altında əməyi ilə məşğul olur, torpağın qoxusunu, əcdadlarımızın bizə öyrətdiyi zəngin irsi və hər kəsin həyatında sarsılmaz ümidin sədasını hiss edirdi. Nigar isə günəşin batışı ilə məscidin qarşısında yerləşən köhnə kənarda oturub, ürəyində yanan duyğuları şeirə tökərək, hər kəsin qəlbində yeni arzular və ümidlər yaradırdı. Bir bahar səhəri kəndin meydanında toplanan insanlar arasında böyük bir görüş keçirildi. Kəndin yaşlıları, gəncləri və bütün ailələr bir araya gələrək, keçmişin hekayələrini, sevinclərini, kədərlərini və ailə bağlarının dəyərini danışırdılar. O gün qoca Məhəmməd bəy illərin təcrübəsi və sarsılmaz hikməti ilə insanlara belə dedi: Əzizlərim, hər birimizin qəlbində yanan o sarsılmaz işıq, həyatın hər anını, hər çətinliyini və sevincini daşıyan əbədi bir mənbədir. Ailə və dostluq bizə keçmişin dərslərini xatırladan, gələcəyin ümid dolu yollarını açan ən böyük sərvətlərimizdir. Hər sınaq, hər çətinlik bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Unutmayın, həyatın hər sınağı bizi daha da böyüdür və qəlbimizdəki ümid işığını daha da parlaq edir. Bu sözlər gənc Rafiqin qəlbində dərin iz buraxdı. O, kəndin tarlalarında, axan çayın kənarında və dar küçələrdə hər addım atarkən, keçmişin vətənpərvər hekayələrindən, əcdadların öyrətdiyi dəyərlərdən ilham alırdı. O, düşünürdü, həyat yalnız asan yollarla keçmir, hər bir çətinlik, hər bir əngəl, insanın içində yanan sarsılmaz ümidin və sevginin bir parçasıdır. Biz bu dəyərləri unutmadan həyatımızı daha da mənalı edəcək yollar axtarmalıyıq. Nigar isə öz şeir və nəsr əsərlərində keçmişin acı şirin xatirələrinin, ailə və dostluq bağlarının sarsılmaz gücünü və insan qəlbində yanan ümidin sədasını sənədləşdirirdi. Onun yazdıqlarında sanki Tolstoyun romanlarında təsvir olunan kimi hər kəsin öz içindəki dərin duyğuları, kədəri, sevinc və ümid bir araya gəlirdi. O belə yazırdı, hər kəlmə, hər şeir, insanın qəlbində yanan sarsılmaz ümidin və sevgini təcəssüm etdirir. Keçmişin dərsləri, ailə və dostluq bağları və həyatın hər sınağı, gələcəyin parlaq yollarını açan bir işıqdır. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk. Zamanın axışı ilə Günəşabad sakinləri öz ənənələrinə, dəyərlərinə və ailə bağlarına daha da sıx bağlı qaldılar. Hər ailə, hər dostluq və hər birlik keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını öz həyatlarına daşıdı. Məhəmməd bəyin, qoca Məhəmməd bəyin öyüdləri, Rafiqin və Nigarın yazdıqları bütün kəndin ürəyində sarsılmaz bir inam və sevgi işığı yaratdı. Günlərin birində kənddə böyük bir bayram, Ümid günü keçirildi. Bu bayram hər kəsin öz həyat hekayəsini, sevinclərini, kədərlərini və ailə, dostluq əlaqələrini yad etdiyi, gələcəyin ümid dolu yollarını qeyd etdiyi bir gündür. Bayram sabahı erkən saatlardan başlayaraq bütün ailələr bir-birinə sevgi və hörmət bəxş edərək keçmişin acı və şirin xatirələrini və gələcəyin sarsılmaz ümidini yad etdilər.
O gün məscidin qarşısında toplanan insanlar arasında qoca Məhəmməd bəy böyük bir çıxış etdi və belə dedi: Əzizlərim, bu ümid günü bizə hər birimizin qəlbində yanan sarsılmaz işığın, ailə və dostluq bağlarının və əcdadlarımızın öyrətdiyi dəyərlərin nə qədər qiymətli olduğunu xatırladır. Həyatın hər sınağı, hər çətinliyi bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi işıqlandırırıq. Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın yazdıqları hekayələrdən ilham alaraq öz həyat yolunda qarşılaşdıqları çətinliklərə, əngəllərə və sınaqlara qarşı qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdi. Gənclər öz ailələrinin və dostlarının dəstəyi ilə hər çətinliyi aşmaq üçün daha da güclü addımlar atdılar, yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu anlatdılar. Günəşabadın səmimi torpağından çıxan, əcdadların qoyduğu dəyərləri və ailə bağlarını daşıyan bu nağıl, Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış, sarsılmaz ümidin və sevginin əbədi sədası kimi nəsillərə ötürüldü. Məhəmməd bəyin, qoca Məhəmməd bəyin, Rafiqin və Nigarın qələmi ilə yazılan hər bir sətir, kəndin hər küncündə, hər evdə və hər ailənin ürəyində dərin izlər buraxdı. Beləliklə, qəlbin dərinliyində, inam və sevginin əbədi nağılı adlı bu dastan, Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələri, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını daşıyan bir his olaraq nəsillərə ötürüləcək, hər kəsin həyat yolunda işıq tutacaq və əbədi olaraq yadda qalacaqdır. Hər kəs bu dastanı oxuduqca öz həyatında qarşılaşdığı hər bir çətinliyi, əngəli və sınağı aşaraq qəlbində yanan o sarsılmaz işığın, sevginin və mərhəmətin dəyərini bir daha kəşf edəcək. Çünki həyat yalnız maddi sərvətlərdə deyil, qəlbdə, ailə və dostluq əlaqələrində və keçmişin dərslərində gizlidir. Biz bu nağılı yaşatmaqla gələcək nəsillərə və bütün dünyaya insan ruhunun dərinliyini, sarsılmaz ümidin və sevginin əbədi sədasını bəxş etmiş o qiymətli dəyərləri təqdim edirik. Beləliklə, qəlbin dərinliyində, inam və sevginin əbədi nağılı adlı bu nağıl yalnız bir kəndin, yalnız bir ailənin hekayəsi deyil, o, bütün insanlığın həyat yolunda qarşılaşdığı çətinlikləri, sınaqları və sarsılmaz ümidin, sevginin və mərhəmətin əbədi sədasını təcəssüm etdirir. Hər kəsin ürəyində yanan o sarsılmaz işıq, keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirərək, bizə həyatın əsl mənasının dərinliyi və əbədi gözəlliyini xatırladır. Bu dastan Azərbaycanın qədim torpağından çıxan, əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun böyük romanlarından ilham alan, hər kəsin ürəyində əbədi iz buraxacaq və nəsillərə ötürüləcək bir nağıl olaraq ömrümüzün hər anında bizə yol göstərəcək və həyatın ən böyük zənginliyinin, sevgi, mərhəmət və inamın dəyərini anladacaqdır.